Belə bir rəzillik hələ görülməmişdi. Azal bir məsəl var. Əməlli başı altını vurdu yerə. Deməli, Azərbaycan Hava Yolları saat Türkiyə vaxtı ilə bugün 13:20-də uçacaq təyyarədə problem var deyə artıq Türkiyə vaxtı ilə gecə saat 1-dir. İnsanlara doğru dürüst məlumat vermirlər. Təyyarənin uçub uçmayacağı barədə dəqiq məlumat yoxdur. Güya ki, dediklərinə görə Azərbaycandan usta göndəriblər ki, təyyarədəki problemi aradan qaldırsın. Amma 12 saatdır ki, insanlar ayaq üstədir, buradadılar və Azərbaycan tərəfindən bir nümayəndə də burada yoxdur Azaldan ki, insanların suallarına doğru dürüst cavab versinlər. Və yaxud da desinlər ki, uçacağıq, uçmayacağıq bugün və yaxud da bu təyyarə düzəlmir, yeni təyyarə göndəriləcək. Bu barədə heç bir məlumat verilmir. Yəni, belə bir biabırçılıq, belə bir rəzillik Azalda indiyə qədər olmamışdı. Açığı, mən yəni uçduğum vaxtı belə bir şeylə rastlaşmamışam. Amma bugün həqiqətən çox böyük bir rəzillik və biabırçılıqdır və məncə Azal üçün çox böyük bir minusdur. Və gələcəkdə bu cür münasibət öz vətəndaşlarına qarşı, öz sərnişinlərinə qarşı bu cür münasibət gələcəkdə heç kimin ən azından Türkiyə uçduğu zaman Azaldan deyil bileti Türk Hava Yollarından alınmasına gətirib çıxarda bilər. Çox böyük etimadsızlıq var.